Rasulullah sallallahu aleyhi və sələmin həyat tərzinə baxsaq, namaz qılmağı Allah Taala ona vacib buyurduğu gündən ömrünün sonuna dək, o 13 il ərzində heç vaxt namazını tərk eləməyib. Vaxtlı-vaxtında, doğru, düzgün şəkildə və xuşu ilə, yəni xuşu, bütün diqqəti namazda olduğu halda o namazı qılıb. Ona görə o namaz qılanda qorxudan namazın şirinliyini dadaraq ağlayırdı. Halı dəyişirdi. Çünki o bilirdi ki, kimin qarşısında durub. Namazda kimin qarşısında durduğunu bilirdi. Və Peyğəmbər sallallahu aleyhi və sələmə sual veriləndə ki, ehsan nədir? Ehsan bizim başa düşdüyümüz ehsan deyil. Yas mərasimlərində verilən ehsan. Ehsan nədir sualına Peyğəmbər sallallahu aleyhi və sələm cavab verir. Deyir ki, Allaha sanki onu görürmüşsən kimi ibadət et. Onu görə bilməzsən. Ancaq hiss eləməlisən ki, o səni görür. Və ehsan budur. Allah Taala da Quranda deyəndə ki, Allah mühsinləri sevir, yəni ehsan edənləri, yəni Allahı görürmüş kimi ibadət edənləri sevir. Bunu qəsd etmək istəyir ki, imandan da sonraki mərtəbəyə qalxan, ehsan mərtəbəsinə, yəni müttəqilərin mərtəbəsinə qalxan insanları Allah Subhanahu taala sevir. O kəslər ki, ibadət edəndə hiss edir ki, Allah onları görür. Günah edəndə də düşünür ki, Allah onu görür və günahdan çəkinir. Və mühsinlər bunlardır.